Amerika Birləşmiş Ştatlarında. Deməli, olan o hadisə əslində həmin insanların zehniyyətinin o nə qədər dayaz və nə qədər kiçik olmasının göstəricisidir. Əvvəla, Azərbaycan prezidenti Azərbaycanın atributudur. Dövlət atributudur. Azərbaycan prezidenti 200 illik Azərbaycan tarixində 200 illik bir dəyişimə, bir müstəsna, bənzərsiz qələbəyə imza atan tarixi şəxsiyyətdir. Azərbaycan prezidenti, məsələn, Rusiyanın da, digər ölkələrin də Azərbaycan üçün müəyyən etdiyi bir informasiya blokadası vardı. 44 gündə həm də o blokadanı yarmış deməli bir şəxsdir. Azərbaycan diplomatiyasını ən böyük zirvəyə daşımış şəxsdir. Bugün dünyanın super ölkələrinin siyasi rəhbərləri ilə eyni sırada duran bir şəxsdir. Mən Sülh Şurasını misal gətirmək istəyirəm. Bugün Sülh Şurasında fəaliyyət göstərən ölkələrin ümumdaxili məhsulu bilirsiniz nə qədərdir? 54,4 trilyon dollar dünya ticarətinin ümumdaxili məhsulunun 1/3-dür. Bugün Azərbaycan, Cənubi Qafqazın lideri olan Azərbaycan həm də o sırada durur. Bugün sülh yaratma projesində iştirak edir. Bəli, Rusiyanı narahat edən budur ki, 30 il işğalına rəvaz verdiyi, düşmənə kömək etdiyi bir ölkə ki var idi ki, 30 ildən sonra işğalı öz üzərindən qaldırdı, geopolitik iradə sahibinə çevrildi, dünyada sülh yaradan dövlət obrazı yaratdı, sabit, etibarlı partnyor oldu. Bu yalnız enerji sahəsində deyil, bu həm də sülh yaratma prosesində etibarlı partnyordur Azərbaycan. Və sözsüz ki, dünya tərəfindən dışlanmış, biləsiniz, Rusiya deməli diplomatik müstəvidə uduzdu, media müstəvisində uduzdu, siyasi müstəvidə uduzdu, iqtisadi müstəvidə uduzdu. Hərbi müstəviyə gəldikdə isə, Sabir bəy, biləsiniz, Rusiyanın ordusunun təlimatı var. Rusiya ordusunun təlimatına görə, bu daxili təlimatdır, gizlin də deyil, bunu dünya da bilir. Rusiya işğal siyasətini həyata keçirəcəksə, Rusiyanın hər gün 1,5-3 kilometr arası ərazini tutma kimi bir hədəfi var. Söhbət təlimatdan gedir. Amma nə baş verir? Heç bir ayda 1,5 kilometr getmir və bu da Rusiya təlimatının 30 dəfədən 60 dəfəyə qədər öz funksiyasını yerinə yetirə bilmədiyini göstəricidir. Bu Rusiyanı və onun başında duran hərbi cinayətkar Vladimir Vladimiroviç Putini qəzəbləndirən bir amildir. Azərbaycan prezidenti Azərbaycanın mülki təyyarəsinə qarşı o xain saldırı ki var idi ki, bizim insanlarımız orada deməli şəhid edildi. Söhbət ondan gedir ki, Azərbaycan prezidenti heç bir ölkənin, bilirsiniz ki, Polşanın prezidentini öldürən Rusiya oldu da. Malazya ilə bağlı məsələlərdə bu Rusiya oldu. Çoxlu saymaq olaraq bu cür faktları. Onlar Azərbaycan prezidenti qədər ortaya mövqeyə qoya bildilər mi? Qoya bilmədilər. Azərbaycan prezidenti nə dedi? Azərbaycan prezidenti deməli, Xankəndi sammiti yəqin yadınızdadır. Bəli, bəli. Açıq şəkildə bəyan etdi. Eyni zamanda Putin kimi acımasız və hərbi bir cinayətkar nə baş verdi? Azərbaycan prezidentindən 2 dəfə üzr istədi. Öhdəliklər götürdü. Bunu yerinə yetirməməsi məsələsi bu vicdan məsələsidir. Bu kişiliyin göstəricisidir, rəmzidir. Bunun ancaq bu fərdin özünə aiddir. Buna bizə aidiyyəti yoxdur. Amma Azərbaycan prezidenti qarşısında bugün dünya ilə, Avropa ilə, Amerika Birləşmiş Ştatları ilə döyüşməyi özü üçün belə deyək də prioritet qarşısına qoyan deməli bir Rusiya prezidenti Azərbaycan prezidentindən 2 dəfə üzr istədi, öhdəlik götürdü və s. və axır məsələlərdir. Bu Putini qəzəbləndirən amillərdir. Ona görə o cür cılız addımlar var ha. O cür cılız addımlar əslində cılız zehniyyətin məntiqi nəticəsidir. Bu Azərbaycan prezidentinin nə imicinə zərbədir, əslində onu daha da böyüdür. Çünki ən qısa zamanda məlum oldu ki, Rusiyanın işidir. Əslində bizim daha ehtiyatlı olmağımızı, o ölkə ilə münasibətlərimizdə
daha ciddi, ehtiyatlı davranmağımızı bizə təlqin etdi bu məsələlərdə. İkinci bir tərəfdən. Bəli, orada Azərbaycanın əsilli insanların olması da mümkündür. Biz o mənfur qardaşların Azərbaycan vitse-prezidentinə, Azərbaycan prezidentinə güya ki, belə deyək də, öz aləmlərində özlərini jurnalist hesab edib ünvanladıqları sualcıq filan bəşməkan belə biz jurnalistik və s. və axır məsələlərdə. Bu nə baş verdi? Verilən cavab sən kim olduğunu sənə göstərdi mi? Eyni zamanda da həmin ABŞ-da baş verən hadisə göstərdi və açığı bu məsələlər sözsüz ki, belə deyək də, bizi daha ehtiyatlı olmağa, Azərbaycan dövləti və prezidenti ətrafında daha sıx, daha möhkəm birləşməyə sövq edəcək bir amillərdir. Bizi ayıracaq amillər deyil bu məsələlərdir. Biz bundan nəticə çıxartmalıyıq qonşularla münasibətdə və dövlətimizə münasibətdə. Aydındır.